Bu illər ərzində müəllimlərinizdən eşitdiyiniz ən yadınızda qalan söz nə oldu? Fidan, dissertasiyan nə yerdədir, nə vaxt yazıb bitirirsən? Ancaq bunu eşitmişəm il boyu. Biz həmişə dərsə gecikirik deyə, həmişə üstümüzə qışqırırdı ki, dərsə vaxtında gəlin də. Müəllim estetikasını qoruyun. Çox xətirli istədiyimiz müəllimlərdən biri bizə demişdi ki, tələbəlik illərində siz adınız üçün işləyirsiniz. Sonra isə əgər siz yaxşı çalışsanız, adınız sizin üçün işləyəcək. Mənim ən sevimli müəllimlərimə Rövşən Hərilovdan Drojba, slojba deyə adımda qaldı. Başlamısınız yazmağa? Müəllimlərimdən eşitdiyim ən yadda qalan söz oldu ki, fakültənin, həmçinin də kafedranın ən parlaq, ən savadlı magistri olaraq onların yadında qalma və mənimlə fəxr etmələri oldu. Ən yadda qalan söz sizi xoşbəxt edəcəm söz olub. Müəllimləri deyə bilmərəm, yadıma indi bir şey düşmür. Amma tələbələr üçün deyə bilərəm ki, ən çox eşitdiyim söz qayıb yazdırmayın, gəlirəm. 4 il ərzində cavabını tapa bilmədiyin sual olub. Cavabını tapa bilmədiyim sual mənə çox istəyirlər. Əslində mən düşünürəm ki, bütün sualların cavabını tapmışam. Məncə yox. Cavabını tapmadığımız suallar üçün pis olmuruq. Əksinə, qarşıdakı suallar həmişə daha maraqlı, daha yaxşı olur və bizə daha çox şeylər öyrədir. Buna görə də düşünürəm ki, nə qədər çox sual olsa, həyatı bir o qədər də çox öyrənərik.